Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. İnşallah ki, biz bugün Allahın izni ilə ehsan barəsində danışacağıq ki, bu kəlmə çox təəssüf ki, bir çox hallarda yanlış şəkildə başa düşülən ifadələrdən biridir. Əvvəl bilməliyik ki, ərəb dilində bu kəlmə ihsandır. İndi ərəb dilinə görə bu kəlmə ki, ihsandır. İki məşhur mənası var. Biri, ihsan yaxşılığa deyərlər. Yaxşılıq etməyə deyirlər ki, ihsan. Biri də bir işi yaxşı şəkildə həyata keçirməyə deyərlər. Bir iş görərsən, onu yaxşı şəkildə həyata keçirərsən, buna da ihsan deyirlər. Daha məşhur mənası bundan ibarətdir. Quran-ı Kərimdə Allah Müteal bir çox yerlərdə bu kəlməyə toxunur. İndi bizim cəmiyyətimizdə belədir ki, ihsan deyilən kimi elə bilir ki, kimsə ehsandır, rəhmətə gedir, onun yasında bir yemək verəcəklər, bunda adını qoyuruq ehsan. Bu yanlış bir düşüncədir. İndi o da ehsandır, yoxsa necə, onun da barəsində danışarıq. Allah Müteal Quran-ı Kərimdə ehsanı maddi və mənəvi olmaqla iki yerə böldür. Allah Müteal təqvalıları vəsf edəndə buyurur ki, Bismillahirrahmanirrahim, Əl-ləzīnə yunfiqūnə fis-sərrai vəz-zərrai vəl-kâzimînəl-ğayz vəl-āfînə anin-nās vəllahu yuhibbul muhsinin. Allah buyurur ki, təqvalılar o şəxslərdir ki, onlar imkanları yaxşı olanda da, yəni bolluq zamanında da, qıtlıq zamanında da öz mallarından Allah yolunda xərcləyirlər, ehsan eləyirlər. Bu oldu ehsanın maddi mənada olan hissəsi. Ardıca da deyir ki, öz qəzəblərinə hakim olurlar, cəmaatın da eyiblərindən keçirlər. Bu da ehsanın mənəvi növüdür. Yəni, ehsan təkcə bir mənada deyil. Ayənin sonunda da Allah deyir ki, Allah, vallahu yuhibbul muhsinin, Allah yaxşılıq edənləri sevir. Yəni, ehsan təkcə maddi mənada olmadı. Maddi növü də var və mənəvi növü də var. Amma biz təəssüf ki, ehsan deyəndə elə bilirik ki, təkcə bu, amma imkanı olana aiddir, belə şey yoxdur. İslam dininə görə bir insanın bir insana gülümsəməsi də ehsandır. Bir insanın bir insana xoş baxışı da ehsandır. Bir adamın yükünə kömək etməsi də ehsandır. Yəni, bu ehsanın çox növləri var. Biz ehsanı təəssüf ki, o qədər darlaşdırmışıq ki, mənasını salmışıq o mənaya ki, bir nəfər rəhmətə gedəcək, onun yasında yemək verərlər, o da olacaq ehsan. İndi o yas barəsində də danışarıq, ürəyimiz doludur o barədə. Allah Müteal Quran-ı Kərimin başqa bir surədə deyir ki, Ər-Rəhman surəsində, Həl cəzəul ihsan illəl ihsan. Deyir ki, yaxşılığın qarşılığı yaxşılıqdan başqa nə ola bilər? Yəni, ehsanın qarşılığı ehsandan başqa nə ola bilər? Burada da yaxşılıqdan söhbət gedir. Başqa bir ayədə Allah Müteal əmr edir. Deyir ki, İnnəlləhə yəmru bil-ədli vəl-ihsan. Allah ədaləti və ehsanı, yaxşılıq etməyi əmr edir. Sonra deyir ki, başqa bir surədə deyir ki, və bil-valideyni ihsana. Allah Müteal ata-anaya yaxşılıq etməyi əmr edir. Aleykümüssalam və rəhmətullah. Bunlar hər biri ehsan növüdür. Hər biri ehsandır. Və Allah Müteal ki, insan üçün bu yaxşılıq etməyi əmr edir. Allah nəyi insana əmr edirsə, insanın o gücü çatan şeydir. İnsanın gücü çatmasa, Allah onu insana əmr eləməz. Allah buyurur ki, bayaq dediyimiz kimi, bir nəfərin qəlbini şadlandırarsan, bu da ehsandır. Bir adamın bir sözə ehtiyacı olar, onu eşitsə, yaşamağa özündə həvəs tapar. İnsandır, bir müsibət başına gəlib, sən ona deyəndə ki, bu keçəcək, bir təsəlli verərsən, bu da ehsandır. Elə hökmən deyir ki, cibində pul olar, pulla kömək edərsən. Pul yoxsa o demək deyir ki, sən ehsan eləyə bilmirsən. Bu şeyə ki, sən sahibsən də sözünlə kömək eləyə bilərsən. İmam Musa Kazım əleyhissalam buyururdu ki, Ər-rifqu nisful ayş. İnsanlarla yumşaq davranmaq, mülayim rəftar eləmək həyatın yarısıdır. İndi yerinə baxır, elə yeri var ki, orada mülayim davrana bilməzsən, qəzəbli davranarsan, o Allahın razılığı orada olar, o da ehsandır. Yəni, bu mülayim rəftarın yerinə uyğun şəkildə göstərilməsi özü də ehsandır. Bir halda ki, Həzrət buyururdu ki, İnnə əhəbbəl ə'məl
iləllahi əzzə və cəllə idxalus surur aləl mümin. Həqiqətən əməllərin daha fəzilətlisi möminləri sevindirməkdən ibarətdir. Bu sevindirməyin içinə bayaq sadaladığımız şeylər də daxildir. Və ən yaxşı azuqə nədir? Ni'məzədül məad əl-ihsanu iləl-ibad. Allahın bəndələrinə Həzrəti Əli əleyhissalam buyururdu ki, yaxşılıq etmək və xeyirxahlıq göstərmək ölümdən sonrası üçün ən yaxşı azuqədir. Ən yaxşı azuqədir. Amma məsuliyyəti üstümüzdən ata bilmərik. Bu ehsan mənə dəxli yoxdur, belə bir şey yoxdur. Bu hamımıza aiddir. Ona görə siz diqqət eləyin, Həzrəti Yusuf əleyhissalamın qissəsində Quran-ı Kərimdə buyurur ki, o 2 nəfərin yuxusunu ki, yozmaq məsələsində, o 2 nəfər yuxu gördü, zindanda gəldi, dedi ki, bəs Həzrəti Yusuf əleyhissalama ki, bəs istədilər yuxumuzu yozasan. Bunu demişik, Həzrəti Yusuf əleyhissalamla eyni əqidədə deyildilər ki. Bəs niyə dedilər ki, istəyirik sən bizim yuxumuzu yozasan? İnnə nərakə minəl muhsinin. Biz səni yaxşılıq edənlərdən görürük. Görürük ki, sən insanlara yaxşılıq edirsən. İndi zindanda nə yaxşılıq eləyəcək? İndi birinə bir təsəlli verəcək, birinə indi orada yemək ehsanı verməyəcəkdir ki. Birinə bir xoş söz deyər, birinin bir qəlbinə aramlıq bəxş edən söz deyər. Bu cür yaxşılıqlarda. Əlbəttə, Həzrəti Yusuf əleyhissalam yaxşılıq edənlərdən idi. Dedi, biz səni yaxşılıq edənlərdən görürük. Yəni, yaxşılıq insanları görün nə qədər bir-birinə yaxınlaşdırır. Nə qədər bir-birləri ilə qəlblərini yaxınlaşdırır. İndi Allah mütəal ki, istəyir bəndələri yaxşılıq eləsinlər. Amma bəndələri bir çox hallarda nə edirlər? Bu yaxşılığı çeviriblər yasdakı yeməyə. Əlbəttə, bir xurma da ehsandır. Bunun maddi təam hissəsi də var. Kimin imkanı nəyə çatır, ehsan versin. Ən yaxşı şeylərdən ehsan versin. Amma israfçılıq olmaması şərti ilə. Və kulu vəşrəbu və la tusrifu innallaha la yuhibbul musrifin. Allah mütəal deyir ki, yeyin için, amma la yuhibbul musrifin. Allah mütəal israf edənləri sevmir. İsraf etməyin. İsraf etməmək şərti ilə. Amma bir problem o deyil. Məsələn, bizim yaslarımıza bir çox hallarda baxın. Əslində, yasın da maddi və mənəvi ehsan hissəsi var. Mənəvi ehsan hissəsi budur ki, gedirsən yasda Allah kəlamı eşitməyə. Getmirsən orada dünyadakı qlobal hadisələri müzakirə eləyib, sanki həll edəcəkmiş kimi danışmağa. Elə deyil. Təəssüf ki, indi yaslarımız da belədir ki, adamlar o qədər bir-birlərindən uzaq düşüblər ki, elə hərdən adam deyir ki, filan kəs rəhmətə getməsə, o qohumlar bir araya gəlməyəcəkdir. O rəhmətə gedəndən sonra yada düşür ki, bu səndə biz qohumuq, indi üz-üzdən utanar, getmək lazımdır. İndi gedir orada, indi 10 ildir bir-birlərini görmürlər, başlayırlar danışmağa. Yazı orada din xadimi də Allahdan danışır. Bunların da yadına hələ qohumları düşməyib, o ki qaldı, ya Allah yadlarına düşəcək. Bunlar da başlayırlar danışmağa. Axı o mənəvi təam birinci təam idi. Birinci ehsan buydu ki, Allah kəlamı eşidəcəkdin. Eşidəcəkdin ki, mənim üçün də bu gündən var, mən də dünyamı dəyişəcəm, mən də öləcəm. Qəbul eləmir. Necə qəbul eləsin? Qəbul eləmək istəmir. Öz öləcəyini qəbul eləmək istəmir. Bir sən söhbətini elə, bəs necə oldu? Rəhmətə gedən də yaddan çıxır. Bir də gözləyir ki, oradan din xadimi deyəcək ki, siz Allah, indi Allah kəlamı oxunacaq. İndi birazdan Quran oxunacaq, sonra ehsan süfrəsi veriləcək. Biraz sıxa-sıxa özünü qalır ki, indi bəs sonra davam edərik. Bu Allahın istədiyi məclis olmur. Bu Allahın istəmədiyi məclis olur. Belə-belə olanda ölüm də adiləşir, hər şey adiləşir. Biz ehsanı təəssüf ki, bir çox insanlarımız sadəcə yemək halına gətirir. Halbuki o cür məclisdə əgər Allah kəlamı dinlənilmirsə, o yeməyin bir mənası yoxdur. O yemək üçün heç bir mənası yoxdur. Orada mənası var ki, insanın qəlbi mənəvi olaraq Allah kəlamını eşidir və sonra əlbəttə bunun da dünyasını dəyişənin ruhuna bir savab çatacaqmı? Çatacaq. Ən böyük savab elə o kəlamdan çatacaq. Bir də bizim dinimizdə sədəqə-i cariyə var. Məsələn, yemək ehsanı elədir ki, bunu açıq danışsaq, bir çox şeylərimiz axı bizdə cəmaata görədir. Adam var, görürsən ki, imkanı yoxdur, amma filan kəs eləyib deyə mən də eləməliyəm. Eləməsəm, elə bir ki, atama rəhmət gedib çatmayacaq ona görə. Gedir, borca xərci də düşür, öz içindən, öz imkanı çatmır ona.
Gedib amma məsələn ən yaxşı yemək falan verir. Niyə? Bizim çox şeyimiz, bizim xeyrimiz də belədir, şərimiz də, yasımız da belədir. Bir çox hallarda cəmaata görə rəftar edir. Və necə olur? Ardını deyə belə olur ki, Allah Mütəal halbuki sədəqə-i cariyə anlayışı var. Sədəqə-i cariyə buna deyərlər ki, adam dünyasını dəyişir, amma adamın əməl dəftəri bağlanmır da. Kim ki deyir, indi məsələn, ölüyə Quran oxumaq və yaxud bu kimi şeylər, həmin adama gedib desən ki, sənin dünyadan dəyişənin barəsində bir xoş söz deməsələr, bir bəd söz desələr, necə reaksiya verərsən? Deyər ki, istəmərəm, mənim dünyamı dəyişib filan ki, mənim qohumumdur, onun barəsində məsələn, desələr ki, o pis adamıdır. Deyirsən, niyə? Deyər ki, axı o dünyasını dəyişib, məntiqlə də, onun ruhu niyə narahat olsun? Həmin məntiqlə deyirsən ki, bəs onda Allah kəlamını oxuyanda bu məntiqlə onun ruhu şad olmur ki, bəs eyni məntiq deyil, eyni argumentdir də. Hələ bunun üçün ayə dəlil gətirmək lazım deyil ki. Allah buyurur ki, sədəqə-i cariyə budur ki, bir adam məsələn, quyu qazır, o quyunun suyundan cəmaat içir. Bu da dünyasını dəyişir. Nə qədər ki, o quyu var və onun suyundan içirlər, onun savabından ona çatır. Nə olsun dünyasını dəyişir? Əməl dəftəri ki, bağlanmayıb. Və yaxud, övladı salih övladdır, atası üçün istiğfar eləyir, bağışlanma istəyir. Yaxud bir adama dərs deyib, həmin adam da gedir, müəllimdir, məsələn, öz bildiyindən öyrədir, öz bildiyindən danışır, yenə də savabı ona çatır. Bu cür şeylər çoxdur. Hətta İmam Sadıq əleyhissalam buyururdu ki, mömin şəxs ölümündən sonra bu 6 xislətdən faydalanır. Bunu bir dəfə demişəm bu hədisi. Deyir, onun üçün istiğfar eləyən salih övlad, oxuduğu Quran kitabı, o Quran kitabı ki oxuyur, qazdığı quyu, əkdiyi toxum, o toxum ki ondan əkib bir ağac olub, məsələn, kölgə verir. Cəmaat da gəlir indi, məsələn, qalır o kölgənin altındakı günəş dəyməsin onlar. Yaxud o həmin ağacdan bir meyvə yeyir cəmaat, savabı buna çatır. Nə olsun dünyasını dəyişir? Axar sədəqə və ondan sonra əməl edilən gözəl adət. Məsələn, bir adət qoyub ki, hər il misal üçün, bir dəfə gedib kimsəsizlərə ehsan verir, misal üçün. Bu cür çox adətlər var. Axar sədəqə də bax dediyimiz şeydir. Bir nəfərə elm öyrədib, həmin bir nəfər də gedib 2 nəfərə öyrədir, 3 nəfərə öyrədir, beləcə daha da çoxalır. Yəni, Allahın ehsan anlayışı ilə bizim ehsan anlayışımız təəssüf ki, bir çox hallarda fərqlənir. Biz necəyik? Biz Ramazanda da iftar süfrəsi verəndə ən tox adamları görürsən ki, çağırırıq. Yəni, həmin adam 50 ildə içində yeməsə dünyasını dəyişməyəcək. Niyə? Çünki bizim ehsanımız da təəssüf ki, bir çox hallarda yaxşılıq etmək dedikdə Allahın razılığı üçün yaxşılıq etmək naminə olunur. İnsanlara yaxşı görünmək üçün yaxşılıq etmək naminə olur. Ona görə görürsən ki, cəmiyyətdə insanlar bir-birlərindən uzaqlaşır. Bəs deyəndə ki, niyə kimsəsizləri çağırmadın? Deyir, yox, filan kəslər utanar ki, bəs mən onu evə dəvət edeyim. Bunun da bir həll yolu var. Onlar utanar, bəs deyirsən ki, Həzrət Əli əleyhissalam gecənin bir aləmində üzünü də bağlayardı, heç kim bilməzdi ki, Həzrət Əli əleyhissalamdır. Sən də deyirsən, mən onun şiəsiyəm, onun kimi rəftar elə. Bunun bir mənada cəmiyyətin bir-birindən uzaqlaşmasına səbəb yenə özümüzük. Artıq o qədər bir-birimizlə biraz təbəqə söhbət eləmişik ki, artıq insanlar bir-birlərindən çox ayrılıblar. Həll etmək olar, əlbəttə həll etmək olar. Sadəcə həll etmək istəmirik. Bu qədər sadə. Qaldı indi bizim yas məclislərimizə. Bizim ümumiyyətlə yas məclislərimiz, belə desək, indi toylardan daha təmtəraqlı və daha qəribədir ki, canfəşan şəkildə keçir. Bir fərqi budur ki, adətən biz toyun vaxtını bilirik axı. Məsələn, ölüm itim olmasa filan tarixdə toydur. İndi bu yasda Həzrət Əzraillə belə sazişə girmək olmur da. Sən Allah filan günü gələrsən, bəs onu elə-eləyək planlaşdıraq. Ona görə bu qəfil ola bilir. Amma maraqlıdır ki, qəfil də olsa, onun təmtərağı aylarla hazırlaşılan toydan daha təmtəraqlı olur. Hələ görün ki, bunun vaxtı bilinsə nə edəcəklər? Hələ vaxtı bilinməyə bu cür təmtəraqlı olur. İndi məsələ budur ki, bunu biz deməliyik. Biz deməliyik ki, dünyasını dəyişənin ehtiyacı olan əsas o vacibət hissəsi ki var. İndi buna qüsul veriləcək, cənazə namazı kəfənlənəcək, cənazə namazı qılınacaq, dəfn olunacaq. Bunlar öz yerində. Bundan sonrası ki var, bundan sonrası təfərrüatdır. Əlbəttə bizim etiqadımız budur ki, dünyasını dəyişənin o dəfn olunandan sonra onun evinə gəlib yemək məkruhdur və bəyənilmir. Amma təəssüf ki, insanlarımız elə həddə gətirib çıxarıb ki,
Bunu hardasa bəli qəbul etmək olar ki, bunlar mənəvi təam hissəsinə, Allahın kəlamlarına bir riayət eləsələr, sonrasının da bir mənası var. Allah kəlamı çox yetim qalıb o məclislərin bir çoxunda. Köhnə qədimdəki məclislər belə deyildi. Qədimdəki yas məclisləri bundan qədimi ilə danışırıq, həsrətlə danışırıq. Bir 10 il əvvəl. Həmin yas məclisində Allah kəlamı oxunulanda və yaxud danışılanda bir stəkan çayı belə qoymazdılar ki, Allah kəlamından danışılır. Onu qoyanda birdən səs eləyər. O qədər diqqətlə davranardılar. İndi görsən Allah kəlamı danışılır, buradakılar elə bir ki, onlara dəxli yoxdur bu söhbət. Belə necə olur? Belə olanda Allah kəlamı dəyərsizləşdirilir. O din xadimlərinin birində dedilər ki, bəs bir məclisdə deyirlər ki, siz danışın da. Özündən əvvəlkiyə baxır ki, Quran oxunanda cəmaət sakit qalmayıb. Deyir ki, vallahi Allah hörmət eləmirlərsə, mənə hörmət eləməyəcəklər ki. Həqiqətən belədir. Bunu da özümüz belə eləmişik. Bizim yaslarımız biraz keçdi şadlıq sarayı tipinə. Ona görə, əvvəlki o köhnə, o qədimdəkilər başqa cürə idi. Niyə? Çünki qədimdəkilərin o sərt sərhədləri də vardı. Nəyi də adiləşdirirsənsə, o gəlir, bu yerə gəlib çıxır. Halbuki yas deyəndə, yasdan o tərəfəsi yoxdur da. Bir adam üçün görərsən ki, toyu bir neçə dəfə eləyərlər. Amma yas budur ki, bu bir dəfə öləcək də. Bu, aleykumussalam və rəhmətullah. Bu, ölən bir dəfə öləcək. Dirilib təzdən qayıtmayacaq ki, əgər bir şey baş verməsin. Allah mütəallıdan istəyir ki, Allah mütəall bizi Quran və Əhl-i Beyt aleyhimussalamdan ayrı salmasın. Allahdan istəyir ki, Allah bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucaltmasın. Allahdan istəyir ki, Allah mütəall bizi həqiqi ehsan verə bilən kəslərdən qərar versin inşallah. Allahdan istəyir ki, Allah mütəall bizim yaxşılıqlarımızı ona xatir etməyi bizə nəsib etsin inşallah. Allahdan istəyir ki, Allah mütəall bizi zəmanənin imamının xidmətçilərindən qərar versin inşallah. İnşallah ki, aminləri də elə deyək ki, həqiqətən qəbul olunmasını istəyirik Allahın izni ilə. Allah mütəallıdan istəyir ki, Allah mütəall bütün itaat və ibadətlərimizi qəbul eləsin. İtaat və ibadətlərimizin qəbulu üçün, zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə bir layiqli salavat etsən edək.